UEFA Çempionlar Liqasının play-off mərhələsi öncəsi sensasiyalı açıqlama gəldi. Newcastle United klubunun baş məşqçisi Eddie Howe Baküdəki oyun ərəfəsində Qarabağ FK haqqında danışdı və gözlənilməz etiraf etdi. Qarabağ zəif komanda deyil. Qarabağ ciddi analiz olunub. Eddie Howe bildirib ki, komandası Bakıya tam hazır gəlir. Zədəli futbolçular sıraya qayıdır. Komanda yüksək əhval-ruhiyyədədir. Qarabağın oyunları detallı şəkildə təhlil edilib. Liverpool və Chelsea qarşı maçlar xüsusi izlənilib. Bu isə o deməkdir ki, İngiltərə təmsilcisi Ağdam klubunu heç də asan rəqib hesab etmir. Onların özünə məxsus oyun tərzi var. Hal xüsusilə vurğulayıb ki, Qarabağı İngilis klubları ilə müqayisə etmək çətindir. Bu sözlər Azərbaycan çempionunun Avropada qazandığı nüfuzun göstəricisidir. Qurban Qurbanova hörmət mesajı. Baş məşqçi Qurban Qurbanov haqqında da danışaraq, onun 17 ildir eyni komandada çalışmasını böyük uğur kimi qiymətləndirib. Bu isə Qarabağın sabit və güclü sistemə sahib olduğunu göstərir. Nəticə. Bu açıqlama bir həqiqəti ortaya qoyur. Avropa artıq Qarabağı zəlif komanda kimi görmür. İngiltərə klubu belə Ağdam təmsilcisini ciddi analiz edir və hörmətlə yanaşır. İndi isə əsas sual budur. Bakıdakı ilk maçda Qarabağ tarix yazacaqmı?